ondan ibarətdir ki, bu karyera sərgisində Azərbaycanın 150-yə yaxın təşkilatı iştirak edir. Eyni zamanda 1000-dən çox vakansiya iştirak edir. Ən əsas məqam ondan ibarətdir ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə tanınmış şirkətlərlə əməkdaşlıq edir və əməkdaşlığımızın məqsədi universitetimizin məzunlarının gələcək iş prinsipləri, karyera uğurlarının əldə edilməsidir və çox xoş bir haldır ki, bugünkü karyera sərgisində eyni zamanda Azərbaycanın ən tanınmış şirkətlərindən biri olan xüsusilə pambıqçılıq sahəsində uğurlu bir şirkət olan Prime Cotton'un ali təhsil müəssisəsində akademiyası açıldı. Bugün bu proses onu göstərir ki, ali məktəblə sənəd təşkilatı arasında sıx əməkdaşlıq imkanları get-gedə artmaqdadır. Güman edirik ki, bugünkü karyera sərgisində məzunlarımızın gələcəyi iş fəaliyyətinin uğurlu həyata keçirilməsi əldə olunacaqdır və bununla da biz universitetimizin məzunlarının işlə təmin olması kimi imkan yaratmış olacaq.